Salam, gəlin bu günlərim sizinlə Avropa deyiləndə hansı ərazilər nəzərdə tuturuq, ona baxaq. Qeyd edim ki, Avropa Şərqi və Qərbi Avropa hissələrinə bölünür və Qərbi Avropa özü də öz növbəsində Şimali Avropa, Orta Avropa və Cənubi Avropa hissələrinə bölünür. Gəlin də baxaq Şərqi Avropa hissəsi hansı ərazilərdir. Şərqi Avropa deyiləndə Rusiyanın qərb əraziləri, Rusiya daxil bu ərazilər, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Belorusiya, Ukrayna, Moldova və Bolqarıstan. Bu hissələr və Qazaxstana gedən tərəf istiqamətdə Şimali Qafqaz, Azərbaycan yox, Gürcüstan da götürmürük. Belə coğrafiyada Azərbaycanın müəyyən ərazilərindən keçir. Hansı ki, Şəmkirdir, Tovuzlu, Qazaxdır bu hissələrdən gedir Şərqi Avropa. Amma biz tarixi olaraq qeyd eləmirik. Biz tarixdə biraz coğrafi anlayışda az fərqlər var və tarix fənnində yəni. Ona görə də Gürcüstan yox, Gürcüstan şimalından, Gürcüstanda, Ermənistanda, Azərbaycanın Cənubi Qafqaz gedir artıq. Şərqi Avropa isə artıq Şimali Qafqaz hissələrindən, Qaradəniz bölgələri təbii ki bu hissələrdən. İndi mən bunu xəttlə də çəksəm, deməli biz Şərqi Avropa əraziləri deyəndə hansı ərazilər düşünməliyik? Baxın bu hissələrdən. Və təbii ki bu ərazilər buradan bu şəkildə. Bura Şərqi Avropa ərazisidir. İndi gəlin Qərbi Avropaya baxaq. Hansı ki, Qərbi Avropa öz növbəsində Şimali Avropa, Mərkəzi Avropa, yəni Orta Avropa və Cənubi Avropa hissələrinə bölünür. Şimali Avropa deyiləndə biz hansıları düşünməliyik? Skandinav ölkələrindən olan Norveçdir, İsveçdir, sonra Finlandiya var, İslandiya, Böyük Britaniya, İrlandiya, Danimarka. Bunlar Şimali Avropa əraziləridir. İndi gəlin Orta Avropaya baxaq, yəni Mərkəzi Avropaya. Mərkəzi Avropa deyiləndə hansı hissələri biz düşünməliyik? Biz düşünürük burada Almaniya, Fransa, Hollandiya, Belçika, Avstriya. Bu hissələr də gedir Mərkəzi Avropa ölkələr və qeyd edim əlavə olaraq da İsveçrə. İndi Cənubi Avropa hansı ərazilərdir, ona baxaq. Cənubi Avropaya daxildir Balkan yarımadasında müəyyən bir ərazilər, yəni Rumıniya, Çexiya, Slovakiya, Macarıstandan başqa olan ərazilərdir. Sloveniya, Xorvatiya, Bosniya və Hersegovina, Serbiya, Montenegro, Çernogoriyada deyirlər, Albaniya, Makedoniya, Yunanistan əraziləri, əlavə olaraq da İtaliya, İtaliyanın Siciliya adası, Sardiniya adası, İspaniya və Portuqaliya ərazilər də Cənubi Avropa əraziləri gedir. Burada gördüyünüz Korsika adası isə Fransaya aid bir ərazi, yəni Mərkəzi Avropaya aid bir ərazidir. Vaxtı ikən o İtalyan adası olubdu, amma 1535-ci ildə Fransa ilə Osmanlı arasında bağlanmış kapitulyasiya müqaviləsinə görə Süleyman Fransaya həmin o adanı İtaliyadan almağa kömək etmişdi və hazırda da Fransanın ərazisidir. Bu qədər.